Bakının tələblərindən qaçan Paşinyan Ermənistanı yerlə bir elədi. Parlamentdə xoruz döyüşü. Ermənistan parlamentində yenə dava şousu yaşanıb. Bu dəfəki qarşıdurma Hakim Vətəndaş Müqaviləsi Partiyasının deputatları ilə müxalif Ermənistan fraksiyasından olan həmkarları arasında olub. Hadisə qondarma soyqırımı inkarına görə cinayət məsuliyyətinin tətbiqi təşəbbüsünün müzakirəsindən sonra baş verib. Mart ayında isə baş nazir Nikol Paşinyan Türkiyənin media nümayəndələrinə verdiyi müsahibədə 1915-ci ildə Osmanlı İmperiyasında erməni soyqırımının beynəlxalq tanınmasının Ermənistanın xarici siyasət prioritetlərinə daxil olmadığını bildirmişdi. Tarixən erməni ideoloqları və havadarları tərəfindən Türkiyəyə təzyiq eləmək məqsədi ilə saxtalaşdırılmış bu günün beynəlxalq səviyyədə qəbul edilməsi bu etnik qrupun başlıca hədəflərindən olub. Ermənilər Azərbaycan torpaqlarını işğal edərək Böyük Ermənistan qurmaq, Türkiyəyə ərazi iddiaları, soyqırımı kimi saxta iddialar əsasında ideoloji sistem qurmuşdu. Azərbaycan torpaqlarını işğaldan azad eləməklə ermənilərin məşhur ermənilik düşüncə sistemini bu sərsəm ideologiyanı da puça çıxardı. Türkiyə qarşı saxta soyqırımından daha çox Rusiya və Fransa faydalanmağa çalışıb. Odur ki, onların Ermənistanın müdafiə elədiyi siyasi qruplara bu məsələdə də dəstək verdikləri ehtimal olunur. Bu, Ermənistan parlamentində baş verən ilk hadisə deyil. 2024-cü ilin iyununda Nikol Paşinyan parlamentdə çıxış zamanı müxalifətə atmaca atmışdı. Sizin təriflədiyiniz generalların çoxu vətən üçün badə qaldırırdılar. Hücum başlayan kimi mənə zəng eləyib onları ərazidən çıxarmağımı xahiş edirdilər. Onlar qorxaq və fəraridilər. Bu, biraz sonra əlbəyaxa davaya çevrilmişdi. Bundan başqa ötən ilin noyabrında da deputatlar küçə sözləri ilə bir-birlərini aşağılamışdılar. Bu mübahisənin əlbəyaxa davaya keçməsinin qarşısı alınmışdı. 35 il əvvəlsə 1999-cu il oktyabrın 27-sində Ermənistan parlamentində daha faciəli hadisə törədilib. Nairi Hunanyanın başçılıq elədiyi 5 silahlı şəxs tərəfindən parlamentə edilən hücum nəticəsində 5 nazir Vazgen Sarkisyan və spiker Karen Demirçyan da daxil olmaqla 8 nəfər ölmüş, 30-dan çox insan yaralanmışdı. Onda bu cinayət əməlində Robert Köçəryan və Milli Təhlükəsizlik naziri Serj Sarkisyanın əli olduğu müxtəlif faktlarla təsdiqlənirdi. Bu cinayət işini Nikol Paşinyan hakimiyyəti hələ də açmayıb. Qeyd eləyək ki, Ermənistan parlamenti 107 deputatdan ibarətdir. Onlardan 71-i Hakim Vətəndaş Müqaviləsi fraksiyasının təmsilçisidir. Müxalifət olan Ermənistan fraksiyası parlamentdə 29 deputatla təmsil olunur. Onun başçısı Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan, boz kardinalı isə Robert Köçəryan sayılır. Müxalifət soyqırımı məsələsi və konstitusiyanın dəyişdirilməməsi ilə bağlı Nikol Paşinyana təzyiq göstərir. Hökumət başçısı da bunların xalqın məsələyə münasibəti kimi qələmə verməklə Ermənistanın müstəqilliyi haqqında konstitusiya aktından gələcəkdə əsas qanunda istifadə etməyəcəklərini bildirir. Paşinyan xarici siyasətdə də saxta soyqırımı yerli səviyyədə qeyd etmək istəyir. Azərbaycan Ermənistan qarşısında iki əsas şərt qoyub. Konstitusiyanın dəyişməsi, ATƏT-in Minsk qrupunun ləğvi. Parlamentdəki dava isə Rusiya yönlü müxalifətin bu şərtlərin təmin olunmasına qarşı çıxaraq ictimaiyyətin diqqətini özünə cəlb etməyə çalışmasıdır. Çünki Ermənistan fraksiyası Paşinyan hökumətinə təzyiq eləmək, siyasi qüvvə kimi ayaqda qalmaq üçün ideya boşluğu yaşayır. Belə düşünmək olar ki, hökumət başçısı da müxalifətin bu hayküyündən bəhrələnərək Azərbaycanla danışıqlarda şərtləri həyata keçirməmək üçün vaxt udmağa çalışır. Ona görə ehtimal etmək olar ki, parlamentdəki bu dava ilə rəsmi İrəvan konstitusiyanın dəyişdirilməsinə maneəni göstərməyə çalışır. Bu baxımdan parlamentdəki məlum dava ilə müxalifət Paşinyana xidmət eləmiş olur. Ermənistan parlamenti belə dava şousu ilə özünü demokratik göstərmək istəyir. Ancaq əlbəyaxa olmaq, boğuşmaq, qarşılıqlı təhqirlər demokratik dəyərlərdən sayılmır. Deputatların əlbəyaxa olması Ermənistan cəmiyyətinin, dünya ermənilərinin sülhə, əməkdaşlığa hazır olmadığını göstərir. Sədrəddin İsmailov, Leyla Mehdi qızı, Report.